demək, situasiyamızı oxuyaq və növbəti situasiya sualının izahına baxaq. Bakı və Abşeron yarımadasının Palçı vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Osman Bozda Palçı vulkanı Azərbaycanın ən iri və ən fəal palçı vulkanlarından biridir. Vulkan sonuncu dəfə 11 oktyabr 2025-ci ildə püskürmüşdür. Püskürmə güclü alovla müşahidə olunmuşdur. Vulkanın hündürlüyü 400 metrə çatan konus şəklindədir və onun zirvəsində diametri 300 metr olan vulkan krateri yerləşir. Vulkanın dik yamacları dərin yarğanlarla parçalanmışdır. Demək, biz sualımıza nəzər salaq. Sualımızda bizdən soruşur ki, mətndə verilmiş vulkan tipinə aid xüsusiyyətləri cədvəldə yazın. Demək, burada bizdə vulkanların yerləşdiyi ərazilərdə yayılmış faydalı qaynaqları soruşur. Belə ki, bilməliyik ki, palçı vulkanlarının olduğu ərazilərdə biz daha çox neft və təbii qaz yataqlarının zəngin olduğunu bilməliyik. Növbəti isə vulkanların təsərrüfat əhəmiyyətini istəyir. Bildiyimiz kimi, həmin bu vulkanlar müalicəvi və eyni həm turizm məqsədi üçün istifadə oluna bilər. Eyni zamanda da bu ərazilər müalicəvi effektə malikdir.